Cədvəllər mövzusunun suallarına baxıram. Birinci sualda nə istəyir? A ilə B-nin cəmini verib ki, bizə C üstəgəl 1-dir. Bunu harda müəyyənləşdiririk? A ilə B-nin kəsişməsinə baxıram. Yəni A ilə B-nin kəsişməsi gəlib C üstəgəl 1-dir. Demək, deyə bilərəm ki, A üstəgəl B bərabər nəyə? Bu ikisinin cəmi verir mənə C üstəgəl 1-i. Sonra digər verilənlərin hamısını əvvəlcə yazıram. Sonra tənliklər sistemi və yaxud digər üsullarla yəni A-nı, B-ni, C-ni tapmaq olar. Yenə baxıram A ilə B-nin kəsişməsi A üstəgəl 3-dür. Deməli A üstəgəl B bərabərdir. Daha doğrusu B üstəgəl C. Çünki B ilə C-nin kəsişməsidir. B üstəgəl C bərabərdir A üstəgəl 3-ə. Və bu ikisini sadələşdirib həll edəcəm. Necə eləyərəm? C-ni keçirərəm bu tərəfə. Buradan da A-nı keçirərəm sol tərəfə. Və alınanları yazıram. Deməli, yuxarıda A üstəgəl B qalır. C keçir əks tərəfə olur, çıx C. Bərabər desinə qalmırdı, 1 qalır bir dənə. Digər aşağıda isə B üstəgəl C çıxılsın A qalır, bərabərdir 3-ə. Hər tərəfi alt-alta toplasam, nə qalacaq? A-lar gedər, çünki əks işarəlidir. Toplayanda qalmır. B-lər, 2 dənə B var, 2B. C-lər əks işarəlidir, getdi. Bərabər, bir nənəsi toplayıram 4. B bərabərdir 2-yə. B-ni tapdım 2-dir. Bizdən də elə B-ni istəyirdi. Cavab olur B bəndi. İkinci sualda A üstəgəl B-nin kəsişməsi -7-dir. Yazıram bir kənarda. A üstəgəl B bərabərdir -7-yə. Verib bizə A ilə C-nin kəsişməsi -5-ə. Yazıram A üstəgəlsin. A üstəgəl C bərabərdir -5-ə. Və C ilə də B-nin cəmi yazıram -4-ə. Bu üçünün cəmini tapıram. Bu üçünün cəmi A-ları toplayıram. Məsələn, 2 dənə A var, yazaram 2A. 2 dənə B var, yazaram 2B. 2 dənə C var, yazaram 2C bərabərdir. -7, -5, -4. Bu üçünün də cəmini tapıram. -7 ilə -5-in cəmi -12, -12 ilə -4-ün də cəmi -16. Və hər üçünü 2-ni çıxaram mötərizə xaricdən. 2-ni çıxarsam qalır A üstəgəl B üstəgəl C bərabərdir -16-ya. Hər tərəfi 2-yə bölürəm. A üstəgəl B üstəgəl C bərabərdir. -16-nı 2-yə bölürəm, olur -8. Cavab olur B variantı. Keçirəm 3-cü suala. 3-cü tip sualda X ilə Y-in cəmi bərabərdir. Burada deməli Y ilə X-in cəmi verdi mənə 18. Yazıram X üstəgəl Y bərabərdir 18-ə. Bir də verib ki bizə Z ilə X-in cəmi 20-dir. Yazıram Z üstəgəl X bərabərdir 20-yə. Və Z ilə də Z-in cəmi, yəni Z üstəgəl Z bərabərdir 16-ya. Buradan sadələşdirərəm. Əvvəlcə 2Z bərabərdir 16 yazaram. Z-i taparam ki 16-nı 2-yə bölsəm 8. Z tapıldı 8-dir. Gətirib Z-in yerinə qoyuram. 8 üstəgəl X bərabərdir 20-yə. Buradan X-i tapa bilərəm ki 20-dən 8 çıxanda verir bizə 12. X tapıldı. Gətirib X-in yerinə 12 qoyaram. 12-nin üstünə 6 gələndə 8 eləyir. Deməli Y 6-dır. Y 6-dır. X oldu 12. Z oldu 8. Olur 12 vur 6 böl 8. Bunu da ixtisar eləyərəm. 4-ə bölərəm 2 qalar. 4-ə bölərəm 3 qalar. 6-nı 2-yə böləndə 3. 3-ə vururam 9. Olur B bəndi. Digərləri də bu tipdir. Gəlin 51-dən baxaq. 51-dən biraz fərqli suallara. 51-də bu tiplərdə necə edirəm? Burada verib bizə ki 15, 28, 9, 28 və ürək operatoru. Ürək operatoru necədir? Yəni biz müəyyən bir qanun uyğunluq fikirləşməliyəm ki, bu qanun uyğunluğa necə bir qanun uyğunluqda istifadə edib 9 və 28-dən 46 alıblar. Əvvəlcə mən gərək bu qanun uyğunluğu tapım, sonra hələ bunu tətbiq edeyim sual operatoruna. Yəni necə tətbiq edərəm? Yazaram, tax ki, məsələn, baxıram 28-i neynəsəm, 28-in üstünə nə gəlsəm 46 alınır, 18 gəlsəm də, yəni 18 nədir? 2 vur 9-dan yaranıb da 18. Deməli, 28 ilə 2 vur 9-un cəmi mənə 46 verir. Onda düstur kimi yazsam, məsələn, bu tərəfə A deyim, bura bir B deyim. Onda deyə bilərəm A üstəgəlsin 2B kimi düstur olar. Yəni, baxaq, deməli, 63 ilə onda nəyi toplayacam? 2 vurulsun, sual nəyinə nəyin kəsişməsidir? 63 ilə 15-in. 2 vur 15. Yəni 63 üstəgəlsin 30. O da verir bizə 93. Cavab olur Y variantı.
Görün fərqli burada. Məsələn 53 tiplərə baxaq. A-dan bura yenə A deyim, bura yenə B deyim. 14 ilə 4-dən istəyirəm ki 20 alım, düzdür? Məsələn fikirləşəm 14-dən 4 çıxım, 10 eləsin. 10-u vurum 2-yə, 20 eləyə bilərəm də, düzdür? Deməli düstur kimi yazsam A çıxılsın, B vurulsun 2 olacaq. Məsələn, deməli sual nə ilə kəsişməsidir? 11-dən 6-nın kəsişməsi. Yazaram 11 çıx 6 vurulsun 2. 11-dən 6 çıxanda deməli 5, 5-i 2-yə vuram 10 olur. Belə bu formada. Sonra başqa görək burada fərqli suallara baxaq. Məsələn 66 tiplilərə baxaq. Burada nə edirəm? 7, 5 burada bəzilərinə defs qoyub, yəni çıx qoyub. Necə taparam? Tutaq ki, baxıram ki 18 verib də 5 ilə 13-dən 18 alıb. Nə ediblər? Toplayıblar da. Aynen beni toplayıblar 18 alıb. Əgər cüt alınsa, olduğu kimi yazıram. Məsələn, bax 1 ilə 13-ün cəmi 14-dür. Cütdə olduğu kimi saxlayıb. Amma 3 ilə 12-nin cəmi 15 eləyir, tək alınıb da, düzdür. Yenə 12 ilə 1-in cəmi də 13. Təkləri yazmayıb. Tək olanda çıx qoyur. Cüt olanda olduğu kimi cavabı yazır. Yəni aynen B-nin cəmini, amma tək onda cavabı yazmır, çıx qoyur. Onda mən sual taparım. 7 ilə 5-in cəmi 12 eləyir. Deməli cavab B bəndi. Cüt olduğu üçün yazıram. Tək olsaydı yazmayacaqdım, çıx qoyacaqdım bu formada. Məsələn 68 tiplərə də baxaq. Tutaq ki, burada nə edir? 8 ilə, məsələn 5 ilə 3-ün cəmi neçə eləyir? 8 eləyir. 8-i nə eləsəm 4 alarım. 2-yə bölürəm 4 alınıb, yazıb bura cavabı. Bəs bu defs nədir? Çıx nədir? Ona baxaq. 5 ilə 8-i toplayıb 13 eləyib. 13 baxıb ki 13 axı 2-yə bölünmür. Bölünmürsə çıx qoyub. Bölünübsə cavabı yazıb, bölünmürsə çıx qoyub. Onda gəlin tapaq bir-bir. A-mız nədir? 9 ilə 8-in cəmi 17-dir. 17 2-yə bölünmür axı, deməli çıx qoyacağam. Sonra B-miz 5 ilə 6-nın cəmi 11-dir. Bölünmür axı 2-yə çıx qoyacağam. C-miz 13 ilə 3-ün kəsişməsində yerləşir. 13 ilə 3 toplayıram 16, 16-nı 2-yə bölürəm 8 və yazacağam cüt oldu. Yəni cavab bölünür deyə yazıram. Çıx və 8 qaldı. Cavab olur Y bəndi. Yəni bu formada yaza bilərik. Başqa görüm. Fərqli sual nə var burada? 76-ya da baxaq. 76 tiplərə. Burada nə edirəm? 3 verib 6 alıb, düzdür? 3-dən 6 alıb. 3-ü neynəsəm, məsələn 2-yə vursam, tutaq ki, buradakı ədədlərə bir A deyim. A-ları 2-yə vursam 6 alırım. 7-ni 2-yə vurub, onda 14 olacaq. 9-u 2-yə vurub 18. Bu 3 bucaq neynir? 7-dən 49 alıbsa, demək kvadrata yüksəldib də. A-nın kvadratı olub. 3-dən kvadrat 9 alınıb. 9-un kvadratı 81 alınıb, belə. Dairə bəs neynir? 3-ə vurur. A-nı vurur 3-ə. Yəni 3-ü vurur 3-ə 9, 7-ni vurur 3-ə 21. Deməli, C oldu neçə? 21. ABC-də məndən cəmi istəyir. Toplayıram 14, 81, 21-in cəmini tapıram. O da verir bizə 116. Bənd. Başqa görək burada fərqli sual 80. 80-dən sonrakılara baxaq. 86-ya baxaq. 86-da nə edirəm? A dairə B verib. A ilə deməli B-nin kəsişməsinə baxmalıyam. A ilə B-nin. Həmişə bu istiqamətdən başlamaq lazımdır. Birinci soldan, sonra sağdan. A ilə B-nin kəsişməsi 8. Buraya yazırım 8. B ilə B-nin kəsişməsi. B ilə B-nin 9 düşür. 9 yazıram və B ilə C-nin. B ilə C-nin 6 düşür. Yazıram 6. Sonra 9, 8 yazıram 72. Bölürəm 6-ya 12 olur. Cavab olur C variantı.